İzzət və Cəlalın Allah bizi bağışlamamış bu dünyadan aparmasın inşallah. Allah möminlərin maddi, mənəvi nə müşkülləri var, müşküllərin həll eləsin. Allah xəstələrimizə tezliklə şifa versin. Mühüm möminlər üçün olan məsələlərdən biri mənəvi haldır. Hər bir insan, hər bir bəndə mənəvi halda yaşamalıdır. O mənəvi halı qazanmalıdır. O qazancla olur. O zəhmətlər müqabilində insana verilir. Mənəvi hal elə-belə insana verilmir. Bəli, rivayətdə var, bəzən imanın, nəsibin Allah göstərir, o nəsim küləkləri ki olur. Allah bəzən elə göstərir bəndəyə. Göstərir, yəni bu da var. Bunun ləzzəti də var. Həzrəti Əli buyurur, bəzən elə olur. Görürsən ki, sənə bir yerdə bir iman gəlir, bir anlıq gəlir, bir iman, onu hiss edirsən. Bu Allahın bəndəyə göstərdiyi bir şeydir. Göstərir ki, yəni bu ləzzət var da, qiyamət günü da deməyəsən ki, axı ümumiyyətlə mən onu dadmamışdım, mənim ondan xəbərim yox idi. Heç bilmirdim o necə bir şeydir. Allah sənə göstərir, yəni dad bunu, bil, bunun ləzzəti də budur. Bunun gözəl bir ləzzəti var. İndi insan bu mənəvi halı əldə eləməlidir. İnsan münacat eləyir, insan dua oxuyur, duaya şövq, namaza şövq, ibadətə şövq. İnsan bunu qazanmalıdır, bunu əldə eləməlidir. Bunu elə-belə vermirlər, elə hər insan gəlsin, elə nədir, rahat şəkildə dua eləsin, zikr eləsin, ibadət eləsin. Yox, bunu eləyə bilmir. Məsələn, Qur'an-ı Kərimdə Allah Mütəala buyurur ki, namaz iman əhlindən başqası üçün ağırdır. Namazı qılmaq ağırdır. O xüsusi möminlərdir, namaz onlar üçün ağır olmur. Onlar onu rahat, ondan ləzzət alırlar, zövq alırlar. Baxın, əzizlər, bu ləzzətləri əldə eləmək üçün biz çalışmalıyıq, bizim çalışmağımız lazımdır. Müəyyən şeylər var, onlara diqqət eləməliyik ki, bunu əldə eləyə bilək. Diqqət eləməsək, əldə eləyə bilmərik. Ona yetişməməyimiz üçün də müəyyən şeylər var, bizim qabağımızı alır, biz yetişə bilmirik. Müəyyən məsələlər var, biz onlara diqqət eləmirik. O məsələlərdən biri də nədir? Valideynə hörmət, böyüklərə hörmət. Bu məsələlərdən biridir. İnsan neynəməlidir? Diqqət eləməlidir. Bu şeylərə bir neçə məsələlər var. İnsan onlara diqqət eləməsə, o imanın ləzzətini dada bilməz. Onu duya bilməz. Onları qeyd eləyəcəm. Xüsusən də nədir? Valideyn məsələsində diqqət eləməkdir. Bu rivayətlərdə bizə buyurulub ki, diqqət eləyin. Hər kəs diqqət eləməlidir, hər kəs çalışmalıdır, çoxlu çalışmalıdır ki, onu əldə eləyə bilsin. Bizə qucaq açmalıdırlar ki, biz neyniyək? O qucaqlara tərəf qaçaq, hərəkət eləyək. Sən uşaqlı neynirsən? Uşaqlı sevirsən, elədir? Uşaqlı sevirsən, qucağı açırsan, uşaq qaçır sənə tərəf. Yəni, uşaq baxır, görür ki, sən ona qucaq açmısan. Allah Mütəal və Məsum əleyhimussalam bizə o qucaqları açırlar. Amma biz müəyyən məsələlər var, biz ona diqqət eləməliyik. Məsələn, ziyarətnamələrdə nə deyilir? Ziyarətnamələrdə alimlər buyururlar, getdin ziyarətə, ziyarətnamə var. O ziyarətnaməni başladın oxumağa, oxuyursan. Hədisdə deyir ki, فَإِنْ دَمَعَتْ عَيْنُكَ فَتِلْكَ عَلَامَةُ الْإِذْنِ Gözünün yaşı gəldi, yaşardı gözün. Qəlbin yumşaldı, bu sənə icazədir, daxil olmaq üçün icazədir. Məsələn, gedmisən, dayanmısan bir övliyanın
mübarək hərəmi ilə üzbəüz, Həzrəti Əlinin hərəmində dayanmısan, İmam Hüseynin hərəmində dayanmısan, ziyarətnamə oxuyursan. O ziyarətnamədə deyirsən ki, ey Allahın elçisi, ey Allahın bəndəsi, ey Allahın övliyası, icazə verirsən, daxil olum sənin mübarək hərəmivə. O ziyarətnaməni oxuyursan, gördün yumşaldı, deyir bu nədir? Bu elə icazət, sənə icazədir. Belə düşün, bu cür fikirləş. İndi insan neynəməlidir? İnsan o qəlb yumşaqlığın əldə eləmək üçün də çalışmalıdır. İnsan, İmam Hüseyn əleyhissalam buyurur ki, İlahi, utlubni bir-rəhmətikə həttaəsilə iləyik. İlahi, məni sən qəbul elə, sən məni istə ki, mən sənə yetişə bilim. Sonra buyurur, وَجْزِبْنِي بِمَنِّكَ حَتَّى أُقْبِلَ إِلَيْكَ. İlahi, sən məni cəzb eləməlisən ki, mən sənə tərəf neyniyim? Dönüm, sənə tərəf gəlim. Birinci növbədə neyniyir? Allah cəzb eləyir. Birinci Allahın cazibəsi var, biz ona tərəf gedirik. Məsələn, deyir ki, alimlər bunun üstündə danışırlar, tövbə məsələsində. Gəlirlər, deyirlər ki, Allah neyniyir? Birinci Allah səni qəbul edir ki, sən tövbə eləyə bilirsən. İndi bəzilərimiz o Allahın bizi qəbul eləməyini dərk eləyə bilmirik. O bizə gəlib yetişmir, o bizi çağırır, o bizi dəvət eləyir, o bizi qəbul eləyir. Onlar bizə qucaq açıblar, onlar bizi istəyirlər. Buna yetişmək üçün nöqtələr var, buna yetişmək üçün hallar var. O halı əldə eləməlisən, o hal üçün çalışmalısan. O münacat halıdır, o dua halıdır, o dua halına yetişməlisən. Sən o münacatı, o zikirləri eləməyi bacarmalısan. Mövləvinin eşitmişsiniz də, onun məsnəvisi var, orada ilahi kəlamlar qeyd eləyir, orada ibrətamiz şeylər gətirir. Deyir, bir nəfər çoxlu dua eləyirdi, çoxlu dua eləyirdi, Allaha münacat eləyirdi, bunun duaları qəbul olunmurdu. Duaları qəbul olunmurdu, bu da neynədi? Dedi, artıq da Allah məni eşitmir, da mən dua eləməyəcəm. Bir çox insanların bu düşüncələri var. Çox insanlarda bu səhv düşüncə var. Deyir, mən dua eləyirəm. Bu qədər dua eləmişəm, oğlum getsin məktəbə daxil olsun, mənim oğlum daxil olmadı, filan kəs heç Allah tanımır, onun uşağı getdi. Sən bilmirsən nə olacaq. Sən bilmirsən onun uşağı o məktəbə daxil olacaq, oranı oxuyacaq, nə olacaq, yolun azacaq, qalacaq, başına nə gələcək, sən onu bilmirsən. Elə bəlkə sən öz əlinlə bu oğluvu göndərirsən, bu oxuyacaq, savada gedəcək, xaricdə oxuyacaq, sonra gedib düşəcək bir dəstə fasiqin içinə azacaq. Allah qoymur. Allah bəlkə deyir ki, getmə. Elə sən sonra gedəcəksən, bir dənə peşənin qulpundan yapışacaqsan, elə çox da qəşəng bərəkətin də olar, imkanın da olar, cəmiyyətə də xeyirli bir insan olarsan. Bütün oxuyanlar gediblər, nə olublar ki? Oxumaq, bəli, İslamın birinci bizə buyurduğudur, hamı oxumalıdır, oxumaq Qur'anın İlk ayələridir, oxu, Rəbbivin adı ilə oxu. Hansı oxumaqdan söhbət gedir, elə onu biz müzakirə eləmirik. Bəli, insan oxumalıdır, daim öyrənməlidir, savadlanmalıdır. Amma insanın həyat prinsipi bununla kifayətlənməməlidir. İnsan, mən ancaq nə etməliyəm? Kitab oxumalıyam, bir sahədə nədir? Mənim savadım olmalıdır. Ancaq bundan ibarət olmalıdır. Mənim bütün nədir? Varlığım, mənim bütün amalım elə bu olmalıdır. Məsələn, mən fizik olmalıyam. Oldum fizik sonra. Nə fayda verdin? Nə faydan var? Cəmiyyətə nə faydan var? Öz axirətüvə nə faydan var? Bu mühüm məsələdir. Oxumaq deyəndə də düzgün başa düşmək lazımdır. Nədən söhbət gedir? Hansı oxumaqdan söhbət gedir? Sənə fayda verir ya vermir?
Bundan söhbət gedir. Bu ayrı bir məsələdir. Baxın əzizlər, bəzən olur Allah mütəal istəmir. Allah məsləhət bilmir. Ona görə duanı eləyəndə düzgün dua eləmək lazımdır. İlahi, sən məsləhət bildiyini ver. Mən istəyirəm, bəli, mən çox istəyirəm, belə olsun. Mənim istəyimlə deyil, amma sən xeyirli nəyi bilirsən, o olsun. Deyir, bu çoxlu dua eləyirdi, bunun duası qəbul olunmurdu. Şeytan neynir orada? Yavaş-yavaş gəlir. Çox görmüşük belə adamlar. Gəlir, deyir ki, mən daha, deyir, yorulmuşam, daha dua eləyə bilmirəm. O, yorulmağının səbəbini unudub. Niyə yorulub? O buna görə yorulmayıb ki, mən o qədər istədim, vermədi, ona görə yoruldum. Yox, elə deyil. Səhv salırıq biz. Biz elə bilirik ki, biz çox istədik, o bizim hacətimizi vermədi, biz yorulduq. Yox. Sən başqa şeyə görə yorulmusan, yerin səhv salmısan, elə bilirsən buna görə yorulmusan. Yox, sən buna görə yorulmamısan. Sən əgər Allah verməsə belə, Allahla münacatın bir şirinliyi var. Sən ondan əl çəkməzsən. Sən o şirinliyi duya bilmirsən. Bəzən Allah nə istəyir? Deyir, gələsən, sən bu şirinliyi dadasan, mən bunu istəyirəm. Həzrəti Xızr əleyhissalam deyir, bunun yuxusuna gəldi. Həzrəti Xızr əleyhissalam ona qayıtdı, dedi ki, sən ki bu cür məyus olmusan, deyirsən, mən istədim, Allah vermədi, indi mən dua eləmirəm. Bu Allahla münacat eləməyin var idi, bugünkü günə kimi Allahla münacat eləyirdin. Allahla danışırdın, zikr eləyirdin, indi dayandırmısan. Bu şeytandır, sənə saxlatdırıb bunu. Bugünkü günə kimi bu zikrin ləzzətin, o ləzzəti sənə kim vermişdi? Kim vermişdi? Onu Allah vermişdi sənə. Allah istəyirdi sən onunla danışasan. Allah istəyirdi sən onunla neynəyəsən? Münacat eləyəsən. Allah istəyirdi sən gələsən, onu çağırasan. Sənin yalvarışını dinləmək istəyir Allah. İstəyir onun qabağında neynəyəsən? Zəlilanə öz zəlilliyini sən bildirəsən. Allah bunu istəyir, bunu eşitmək istəyir. Sən amma dayanmısan, bu şeytanın nə idi? Vəsvəsəsidir. Bəzən də nə olur? Bəzi xətalar eləyirik, günahlar eləyirik. O günahlar, o xətalar səbəb olur ki, biz bu ləzzəti neynəyək? Duymayaq. Biz bu ləzzətdən uzaq düşək. Biz ibadətin o ləzzətindən uzaq düşək. Biz zikr, münacatdan neynəyək? Yorulaq. Münacat eləməyi istəmirəm. Namaz qılırsan, 5 dənə mesaj gəlir sənə ki, bu qədər uzatma da namazı. Nə uzatmışıq namazı, nə qədər uzatmışıq ki? 1 saat namaz qılmırıq, 2 saat namaz qılmırıq, Bəqərə surəsini oxumamışıq, bir dənə Kövsər surəsini oxumuşuq, bir dənə İxlas surəsini oxumuşuq, Fatihə surəsi. Bu nədir bizdə? Tez hədis gətiririk. Peyğəmbər deyib cəmaət namazı. Peyğəmbər onu harda deyib? Öyle qəribə olub. Kimə nə hədis sərf edir, o hədisi tez deyir. Peyğəmbər deyib ki, uzatmayın. Peyğəmbər onu harda deyib? Bəli, cəmaət namazında bunun yaşlısı var, bunun xəstəsi var. Daha mən durum Bəqərə surəsini oxuyum, bu hədisi orada deyərsən. Daha mən Kövsər surəsinin 3 dənə balaca ayə oxuyuram, orada deməyiblər ki, sən bu hədisi götürəsən. Biz qayıtmalıyıq özümüzə qayıtmalıyıq ki, niyə bu münacatlardan xoşumuz gəlmir? Niyə onun zövqün, ləzzətini ala bilmirik? Niyə mən müstəhəb əməllər eləyə bilmirəm? Niyə onun ləzzətini ala bilmirəm? O ləzzəti əldə eləmək üçün neynəməliyəm? Bizim bəzi xətalarımız var, bəzi günahlarımız var, bəzi qəlb sındırmaqlarımız var. Onlar səbəb olur ki, biz o münacatları neynəməyək? Duya bilməyək. Biz o münacatın ləzzətini neynəyə bilmirik? Əldə eləyə bilmirik. Allah rəhmət eləsin, Şeyx Abbas Qumi eşitmişsiniz. Şeyx Abbas Qumi
böyük alimlərdəndir, mənəvi şəxsdir. Bunu bir nəfər qonaq çağırır. Qonaq çağırandan sonra bu gedir orada yemək yeyir. Buna qonaqlıq da veriblər də, qonaq olub gəlir. Neçə gün, 3 gün görür ki, həmənki hal deyil. Gecə namazına durardı, münacat eləyərdi, dua eləyərdi, zikr eləyərdi. Görür, yox, həmən hal deyil. Bu uşağı götürün, bu fikirləri yayındırır. Götürün oradan. Görür, həmən hal deyil. Yəni, insan o halı hiss eləməlidir, şövqlə durmalıdır. Görür ki, 3 gündür mənim halım yoxdur, yorğunam, mən ibadətə ləzzətlə yanaşa bilmirəm, halım yoxdur. Fikirləşir, bu nə ola bilər? Mən yıxılsam da, boynum qırılsa da deyərəm elə normal haldır. Amma böyük şəxsiyyətlər onu fikirləşirlər. Onun bir namazında o halı tapmayanda fikirləşir. Mən neynəmişəm, mənim bugünkü namazım belə oldu. Mən neynəmişəm, gecə namazına dura bilmədim. Aylarla gecə namazı yadıma düşmür, müstəhəbbat yadıma düşmür. Bir dəfə fikirləşmirəm ki, axı mən neynəmişəm, mən onun ləzzətini doya bilmirəm. Neynəmişəm mən? Fikirləşir, nə ola bilər? Gedir, axtarır, soruşur, deyir, filan kəs məni qonaq çağırmışdı, indi alimdir, bütün bu məsələləri bilir. Deyir, filan kəs məni qonaq çağırmışdı, mən də getmişdim filan tacir, onun evində yemək yemişdim. Və mənim halım, nə axtarıram, tapa bilmirəm, bəlkə burada yeməkdə nəsə olub. Deyirlər, hansı tacirdir? Deyir, filan kəs. Deyirlər, hə, o faizə pul verir. Bəli, sən bilmirsən, günah eləməmsən. Sən gəldin bir adam xums verən deyil, onun evində yemək yedin. Sən cavabdeh deyilsən, günahkar deyilsən, haram iş görməmsən. Filan kəs oğrayıb haram qatıb malına yedin, sən bilmədin. Sən haram iş görməmsən. Amma sən gəldin yayın istisində, əlini atdın bir yerdə, xaladennikin qapısını, soyuducunun qapısını açdın. Elə bildin kompotdu, çəkdin başıva. Amma içki idi bu. Elədir. Sən bilməmisən ki, sən günah eləməmisən. Allah sənə demir, sən günah eləmirsən, səni cəzalandıracam. Amma hallanacaqsan, yox. Niyə? Çünki içkinin təsiri nədir? Hallandırsın. Yəni, burada da sən bilməmisən, haramı yemisən. Allah deyir ki, bilmədin, amma bilməmisən, bunun bir təsiri var. Bu sənə təsir eləyəcək, təsirsiz ötüşməyəcək. Filandır, hə, filan kəs deyib ki, ağına, qarasına varma, nə bilim, neynəmə, hə, müsəlman ölkəsidir də, biz müsəlmanıq, müsəlmandan alıram filan. Qardaş, sən bilirsən, bütün bu heyvanları bu cür kəsirlər. Bunlar bismillah bilmir. Bunlar qiblə bilmir. Sən deyirsən, müsəlmandır, elə müsəlmandan almışam da, deyir, hə, and işləyə dedi ki, əllə kəsilib. Bəs onun başqa andına niyə inanmırsan? Hə? Beləsində haqqında 100 dənə söz danışırsan, deyirsən, o belə xarab adamdır, belədir. Necə oldu? Qarnıva gələndə onun sözünü götürdün. Tez onun sözünə inandın. Bu nədir? Bu, nəfsin bizə təliq edindir. Nəfs bu cür istəyir. Nəfs içəridən bizə deyir ki, burada axtarma. Baxın, əzizlər, bəzi haramlar olur, qidalar olur, biz diqqət eləmirik. Şübhəli şeylər olur, diqqət eləmirik. Bu ibadətin ləzzətin bizdən alır. İbadətin ləzzətin bizdən alır. Əli ibn Yəqtin, bilirsiniz də, İmam Musa Kazım əleyhissalamın səhabəsi idi. Əli ibn Yəqtin imamın tapşırığı ilə, imamın icazəsi ilə Harunun sarayında nədir? Bu, o sarayda öz işindədir. İmam demişdi ki, bura gələn şiyələrə nə edəcəksən? Xidmət eləyəcəksən. Bizim ibadətin ləzzətini duymamağımızın səbəblərindən biri də nədir? Allah bəndələrinə diqqət eləməməyimizdir. Onlara diqqətsiz yanaşmağımızdır. Əhl-i Beytin nəzərini bizdən çəkən məsələlərdən biri də nədir? Allah bəndələrinə diqqətsiz yanaşmağımızdır. Gəldi İmam Musa Kazım əleyhissalamın
Səhabəsidir, imam onu çox istəyir. Durub gəlib ziyarətinə imam qəbul eləmədi. Ha, bu niyə qəbul eləmir? Bir gün, 2 gün, 3 gün dayandı orada. Sonra imam gördü imamı, dedi ki, mən nəsə səhv eləmişəm, niyə qəbul eləmirsən? Həzrət buyurdu ki, sən İbrahim-i Cəmmal, həmən İbrahim sənin yanına gəlib, onun müşkülü olub, sən ona diqqət eləməmisən, sən bizim şiyəmizə niyə diqqət eləməmisən? Ona görə səni qəbul eləmədim. Baxın, əzizlər, bir nəfərə diqqətsizliyin nəticəsində imam dedi ki, səni qəbul eləmirəm mən. İndi Əhl-i Beyt əleyhimussalam bu qədər diqqət eləyirlər. Buyururlar ki, istəyirsinizsə Allah yanında, onun məsum bəndələrinin yanında qəbul olunasınız, istəyirsiniz o münacatların ləzzətin duyasınız, Allah övliyası ilə münacat eləyə biləsən, Allahla münacat eləyə biləsən, bunun ləzzətin duymağının yolu var. Diqqət eləyəcəksən, yeməyivə diqqət eləyəcəksən, əməllərivə diqqət eləyəcəksən, Allah bəndələrinə diqqət eləyəcəksən. Diqqətsiz yanaşsan, belə olmaz və ailədə ailəvə, uşağıva, atava, anava diqqət eləyərsən. Ata haqqı var, böyük haqqı var, ağsaqqal haqqı var, ondan əlavə də yanında bir nə var? Bunlar Əhl-i Beyt şiyəsidirlər. Əhl-i Beytin hörməti, Əhl-i Beyt çox həssasdır. Əhl-i Beyt bu məsələdə çox həssasdır. Həzrət-i Peyğəmbər buyurur ki, mən və Əli bu ümmətin atasıyıq. Sən bir nəfərin balasına qarşı hörmətsizlik eləsən, onu incitsən, ona əziyyət versən, Həzrət Əli səni qəbul eləyər? Qəbul eləməz. Həzrət Peyğəmbər səni qəbul eləməz. Ona görə buyurur, diqqət eləyin. Diqqət olması məsələlərdən biri də nədir? Böyüklərə hörmət eləmək. Həzrət Peyğəmbər buyurur ki, daim qocalara, ağsaqqallara hörmət eləyin. Onların hörmətini saxlayın. Onların hörmətini saxlayın. Mən ləm yərhəm səğirənə və yuəqqir kəbirənə leysə minnə. Buyurur, kim bizim böyüklərimizə hörmət eləməz, kiçiklərimizə rəhm eləməz, o bizdən deyil. Həzrət Peyğəmbər buyurur, bizdən deyil. Quran-ı Kərim gəlir danışır. Quran ayəsində Allah buyurur, vələ bil valideyni ihsanən imma yəbluğənnə indəkə. Öz valideynlərinə ehsan elə, hörmət elə. Onlar sənin yanında bir yaş həddinə çatıblar buyurur. Onlar qocalıblar, yaşları ötürüb. Buyurur ki, indəkəl kibərə əhəduhuma əv kilahuma fəla təqul ləhuma uffin. Onlardan biri ya hər ikisi. Ola bilər biri dünyadadır, biri dünyasını dəyişib. Ola bilər hər ikisi dünyadadır. Buyurur onlara uf belə demə, uf. Sənə söz deyirsən, əşşi eləyərəm də. Mən başa düşürəm çətindir. Mən xəstə görmüşəm. Mən özümü deyirəm, valideynim xəstə olub. Mən xəstə görmüşəm, ağır xəstə görmüşəm. Xəstənin xidmətində durmaq nə qədər çətindir, nə qədər ağırdır, mən onu başa düşürəm. Çoxumuz görmüşük belə şeyləri. Asant məsələ deyil. Mən demirəm asantdır, elə rahatdır, çətindir. Yaş ötdükcə həssaslanışır insan, uşaq kimi olur. Və hamımızda nədir? O qocalıq bizi gözləyir. Hamımızda nə olacağıq? Yaşımız ötür. Quran-ı Kərim Yasin surəsində buyurur nədir? Fəmən nuammiruhu nunəkkisu fil xəlqi əfələ yaqilun. Biz kimə uzun ömür vermişik, yavaş-yavaş nə edəcəyik? Onun əleyhinə çevirəcəyik, yavaş-yavaş qocalacaq. Yavaş-yavaş sən də qocalacaqsan. Sən cavan, bir gün səni də bu vəziyyət gözləyir. Buyurur, diqqətli ol. Diqqət eləməlisən. Uf belə Allah buyurur, deyə bilməzsən. Sən burada diqqət eləsən, onda nədir? Münacatın ləzzətini də duyacaqsan. Onda ibadətin ləzzətini də duyacaqsan. Onda görəcəksən, ibadət necə ləzzətlidir sənin üçün. Onda onu başa düşərsən. Buyurur, diqqət eləyin.
Həzrəti Əli əleyhissalama gəldi, dedi biri. Dedi ki, ya Əli, mən duya bilmirəm ibadətin ləzzətin. Mən namaz qılıram, amma ləzzətin duya bilmirəm. Münacat, halım yoxdur münacat eləməyə. Gəlim oturum, dua eləyim, münacat eləyim, halım yoxdur. Həzrət Əli əleyhissalam buyurdu ki, Əntə rəculun qəd qayyədətükə dunubuk. Sənin günahların səni məhdudlaşdırıb. Sənin günahların səni məhdudlaşdırıb. Sənin ruhun böyümür. Çünki günahların, xətaların neyniyib? Məhdudlaşdırıb onu. Sən ləzzətin duya bilmirsən, əldə eləyə bilmirsən. Buyurur ki, bu məsələyə diqqət eləyin, ibadətin ləzzətin neyniyəsiz? Duya biləsiz. Bunlar hamısı şərtlərdir ki, biz bu şərtlərə riayət eləməliyik. O ləzzətləri duya bilək və digər diqqət olunası nöqtələr var, əzizlər. Allah bildiyimiz kimi, Allahın nemətləri bizə rizqi iki cürdür. Biri umumidir, biri xüsusidir. Umumi ruzi nədir? Umumi ruzini Allah bütün varlıqlara verir. Allah umumi ruzini neynir? Allahın umumi rəhməti hamının halına şamildir. Allah xəlq eləyib, xaliqdir. Elədir? Xaliq neynəməlidir? Məxluqunun ruzisini verməlidir. Heç məntiq, ağıl bunu qəbul edir ki, bir adam bir maşın düzəlsin, o maşın yanacaqla hərəkət eləyir. Onun yanacağın nədir? Düzəltməsin, maşın düzəlsin. Bu təsəvvür olunur. Ağıl bunu qəbul edir, məntiq bunu qəbul edir. Mən maşın düzəltmişəm, amma bu filan yanacaqla işləməlidir, yanacağın fikirləşmirəm. Adama deyərlər ki, sən normal adamsan, sən normal düşünə bilirsən, bu nədir? Allah Mütəal insanları xəlq eləyib, o bizim xaliqimizdir. Ya əyyuhən-nas entumul fuqara ilallah vallahu huvel ganiyyul hamid. Siz fəqirsiz. Amma qəni kimdir? Aləmlərin Rəbbi olan Allah. O qənidir, biz fəqirik. Fəqirin yeməyin kim verməlidir? Qəni verməlidir. Allah məni yaradıb, məni yeyən varlıq, içən varlıq yaradıb. Ona görə verməlidir. Mən bu məntiqlə danışmamalıyam. O xəstələr var, ateistlər. Deyir, bomba düşür filan yerə, orada qırılır filan, bəzi Allah nəyə baxır? Bu cür danışırlar, bu məntiqlə danışırlar. Filan şey olur, elə bir ki, Allah robotlaşdırıb hamısını, Allah gəlməlidir, filan kəsə şillə vurur, onu, sən nə üçünsən? Sən nə üçünsən? Sən filan kəsə bir dənə yalan danışma deməyəcəksən, Allah gəlib deyəcək. Sən filan kəsə başqasının haqqını yemək olmaz, qəsb eləmək olmaz, sən onu demə, Allah gəlib deyəcək. Sən demə talamaq olmaz, sən demə rüşvət olmaz, sən demə narkotik satmaq olmaz falan. Sən heç nə demə. Hamısını Allah gəlib deyəcək. Bu hansı məntiqdir? Hansı düşüncədir bu? Allah Mütəal buyurur ki, mən biri var umumi ruzilər, mən onu bütün bəndələrim üçün verirəm. Amma bir də var xas ruzilər. Onu xas adamlara verirəm. Baxın, münacat da bu cürdür. Münacatı Allah xas adamlara verir. O münacatın ləzzətin doymağı Allah xüsusi adamlara verir. O xüsusi adamlar, onlar neynirlər? Onlar çalışırlar. Onlar Allah üçün neynirlər? Daim çalışırlar. Daim oraya yetişmək üçün əməl edirlər. Amma umumi hamıya nədir? Nə oxuyuruq? Ramazan ayında oxuyurduq. İlahi səni tanıyana da verirsən, səni tanımayana da verirsən. İlahi sən hamıya verirsən, hamıya verirsən. Deyir, o bir nəfərin uşağı dünyaya gəlmişdi. Uşaq dünyaya gəldi. Səhv eləmirəmsə Sədidir, bunu yazır, bu ibrətnamələrində yazır. Deyir, bir nəfər də götürdü, uşaq dünyaya gəlib, indi süddən kəsildi uşaq. Sonra da başladı yavaş-yavaş diş çıxartmağa, ata başladı narahat olmağa.
Narahat olur ki, da bu süddən kəsildi, təbii yolla bunun qidası var idi. İndi buna yemək tapmaq lazımdır. Xanım gəldi, ona dedi, niyə narahatsan? Dedi, narahatam da, indi buna daha yemək, hə? İndi aptekdən filan şey almaq lazımdır, daha bu süd içmir. Hə? Gedi filan yeməyin almaq lazımdır, daha bu süd içmir. Daha süd daha qutardı, süd içmə dövrü qutardı, südlə bunun başında aldatmaq olmaz. Başladı narahat olmağa, dedi, şeytanın vəsvəsəsinə niyə uyursan? Onu dünyaya gətirən onun ruzisini də fikirləşib. Onu dünyaya gətirən bilirsən necə fikirləşib. O uşaq dünyaya gəlir, biz uşağa, o yavaş-yavaş böyüyür, bir dənə qaşıq tutmağı neçə vaxt da öyrədirik ona. Elədir? İstəyir insan olsun, istəyir heyvan olsun. İstəyir insanın balası olsun, istəyir heyvanın balası olsun. Heyvan dünyaya balanı gətirir, balanı. Gətirən kimi bala neyniyir? Üzr istəyirəm, ananın süd vəzilərinə tərəf başlayır hərəkət eləməyə. Kim ona öyrədib? Kim ona deyib ki, sənin yeməyin oradadır? Kimdir onu ora yönəldən? Ay filan, nə bilim, nə gəlsinlər, izah eləsinlər bunu. Bunu izah eləsinlər, bu necə baş verir, bu detalları açsınlar bizə. Bu necə baş verir? Bu anadan olan kimi qaçır ora ki, yeməyi oradadır. Bu qaçsın, qabağa qaçsın da, niyə ora qaçır? O heyvanın balasına diqqət ediyor. Yəni Allah Mütəal bunu xəlq eləyibsə, bunun üçün nədir? Ruzisini də qoyub və buna başa da salıb ki, sənin yeməyin də buradadır. Sən burada hərəkət eləməlisən və bu sabah böyüyəndən sonra da Allah bunun ruzisini yetirəcək. Mənim uşağımı mən saxlamıram əzizim, rivayətlər var, hədislər var. O uşağı bəlalardan qoruyan bilirsən nə qədər mələklər var. O uşaq ki evdə böyüyür, o balaca uşaq hər şeyə əl atır, hər bir şeyi hər anda ağzına atıb boğula bilər. Bilirsən, Allah nə qədər onu qoruyucular qoyub. Nə qədər ona xidmət eləyənlər var. Buyurur ki, sən niyə narahatsan? Bu şeytanın vəsvəsəsidir. Şeytan vəsvəsə eləyir. Şeytan özü də neynirdi? Özü də öz acizliyin bilirdi. Amma Allahın qabağında neynədi? Vəstəkbərə. Kibir göstərdi. Nəfs neynədi? Nəfs gəldi, ona dedi ki, yox, sən böyüysən, sən beləsən. Nəfsimizdir. İçimizdə olan nəfsdir. Biz onu bir an boş buraxırıq, o Allah tanımır. O Allahla üz-üzə dayanır, Allahla müharibəyə çıxır. Buyurur, diqqətli olun. Quran-ı Kərimdə bir ayədə də belə deyir Allah. Buyurur ki, və qalə rabbukum uduni əstəcib ləkum. Çağırın məni, mən sizə cavab verirəm. İnnellezîne yestekbirûne an ibadeti seyedhulûne cehenneme dâxirin. Allah buyurur, məni çağırın, sizə cavab verim. Sonra buyurur, o şəxslər ki, onlar məni çağırmaqdan neynirlər, üz döndərirlər, onlar təkəbbürlü göstərirlər, onlar cəhənnəmi tezlikdən dadacaqlar. Burada ibadət nədir? Burada ibadət duadır, münacatdır. Allah dediyə çağırın. İmam Sadiq əleyhissalama usulü kafidədir hədis. İmam Sadiqin səhabəsi gəlir, deyir ki, ağa, sual verir. Deyir, dua oxumaq, münacat eləmək üstündür, yoxsa Quran oxumaq? Yəni, məsələn, oturmuşsan, biri var, çoxlu Quran oxuyasan, biri də var, neynəyəsən, münacat eləyəsən. Namaz qılırsan, namazda uzun-uzadı surələr oxuyasan, yoxsa neynəyəsən, qunutunda, səcdəsində neynəyəsən, uzun-uzadı münacat eləyəsən. Həzrət İmam Sadiq birinci qayıtda ona dedi ki, hər ikisi yaxşıdır. Hər ikisi dəyərlidir. Dedi, yox ağa, bu ikisindən hansı biri daha üstündür? İmam buyurdu ki, dua. Çünki dua neyniyir? Dua bəndənin zəlilliyini göstərir.
Münacat bəndənin zəlilliyini göstərir. Yeganə ibadətdir ki, orada təkəbbür yoxdur. Adam oruç tutar, adam namaz qılar, adam həccə gedər, hər hansı bir ibadətlə məşğul olar, şeytan gəlib sənə kibri orada göstərər. Sən orada təkəbbürlü eləyə bilərsən, mən belə oruç tuturam, mən illərlə namaz qılıram, mən nə bilim kasıbə əl tuturam, mən filan şeyi, mən, bu mənlər ki var. Bunlar olandan sonra nə olursan, kibir var ortada. Amma duada nədir? Daim ilahi mənəm o zəlil bəndə. İlahi mən səndən bağışlanmaq diləyirəm. İlahi mən xətakaram. İlahi mənəm xəta əhli, mənəm zülm eləyən, mənəm bu cür. Daim nə edirsən? Allah qabağında zəlilliyi ortaya qoyursan. Kibir burada təsəvvür olunmur. Təkəbbür burada təsəvvür olunmur. İmam buyurur ki, bu nədir? Bu üstün duadır. İnsan neynəsin? Münacat eləsin. Rivayətlərdə var, namazlarınızın rükularını uzadın. Namazlarınızın səcdələrini uzadın. İstəyirsiniz qəbr evində əzabdan amanda qalasınız. İstəyirsiniz o axirətə addım qoyduğunuz gündə rahat addım qoyasınız. Deyir, rükularınızın səcdələrinizi uzadın. Rükularınızı uzadın. Yəni, Allahla münacat eləyirsən, Allahla danışırsan, Allah övliyaları deyir, Allahla münacat eləyəndə, qıraqdan baxanda sanki insanlar elə bilərdilər ki, Allahla üz-üzə danışır, görüşür Allahla. Bu nədir? Bu Allahla görüşdür də. Namaz nədir? Me'racul mu'minin, möminlərin me'racı. Mənim namazım neynəməlidir? Ayağımı yerdən üzməlidir. Mənim namazım məni qaldırmalıdır. Amma mənim namazım məni yuxarı yox, bazara aparır. Mənim namazım məni aparıb, nə bilim, futboldayam, dominodayam, hardayam. O meyraca gedəndir, axırda deyir ki, Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Yəni, qayıtdım, gəldim. Sən hara getmişdin ki, qayıdasan da? Hara getmişdin? Bəzi dualarda da Məsum əleyhissalam nə buyurur? Bəzi dualar var, o dualarda istiğfar edirlər. Deyirlər, ilahi, bu ibadətdən sənə istiğfar edirəm. Bu qıldığım, mənim qıldığım bu namaz var idi, bu oruc var idi. Mən sənə istiğfar edirəm, mən neynədim? Sən mənlə üz-üzə dayanmışdın, mənlə münacat, məni çağırmışdın, mən sənlə danışım, mən getmişdim, 50 yerə getmişdim. Sonra qayıtdım, gəldim. Bir də salamda ayıldım ki, mən namaz qılıram. Allahı and verək, İzzət-i Cəlalına, Allah mütəal, ibadətin, ləzzətin, duanın, münacatın, ləzzətin duymağı bizə nəsib eləsin. İlahi pərverdigar-ı aləm, sənə and veririk hörmətü və ilahi izzətü və əzəmətü və İlahi pərverdigar-ı aləm, biz xətakar bəndələri, ilahi günahlarımızı bağışla. İlahi pərverdigar-ı aləm, bizi bağışlamamış bu dünyadan aparma. İlahi xəstələrimizə tezliylə şifa inayət elə. İlahi pərverdigar-ı aləm, dünyada müsəlmanları qalib, düşmənlərin məğlub elə. İlahi millətimizin, xalqımızın nə qədər düşmənləri var, daxilində, xaricində məhv elə. İlahi mənəvi düşmənlərimizi məhv elə. İlahi pərverdigar-ı aləm, vətən keşiyində olan əzizlərimizi sağ-salamət istəklərinə yetir. İlahi vətəndən qıraqda olan əzizlərimizi qanim salim istəklərinə yetir. İlahi dualar ki, xeyrimizədir, yadımıza düşmür, haqqımızda imza elə. İlahi pərverdigar-ı aləm, nə qədər dünyadan köçənlərimiz olub, böyüklərimiz olub, ağsaqqallarımız olub, dünyadan köçübləri ilahi ruhların şad elə. İlahi salamat olanların ömrünə bərəkət, kəramət elə. İlahi İmam Zaman ağanın zuhurunu da təcil elə.
bütün dualarımızın qəbul olunmağından ötəri səlavat edin.